Dostumun sevdiği kız dostum. Oha. Dostuna bax bir dənə. Süpürgə deyə elə bir başında. Nəcəb dostuna yaxşılıq eləyib pul vermir ki, gedib saçını qırxdırsın. Salam qadanlarım, salam. Çoxdandır ki, TikTok əfsanələrinin davamı gəlmirdi. Mən isə fikirləşdim, dedim ki, artıq daha 3-cü hissəyə kimi gəlmişik. 4-cü hissəsini də gətirmək yəni mütləq şəkildə lazımdır. Həmin videoya 5000 like gəlmişdi. Aynen. Bilirsiniz ki, TikTok bizdə yəni çox qəşəng, çox super inkişaf edib. TikToku inkişaf etdirən videolara baxacağıq. İlk videomuz editə oxşayır. Baxa görün bu nə editdir belə. Başuva trendi. Dönəri görən kimi yadıma bu trend düşür nədənsə. Başuvuza dönərəm. Bir dənə video bəyən, kanalımıza abunə olun. Tez bir zamanda, yəni 2000 vurub keçək. 2025 üçün 2025 Azərbaycan. Azərbaycanda baxın TikTokda yayındadır. 100% yəni Azərbaycanda yayın olacağı bilinirdi. Buna baxmayaraq ki, TikTok üçün yaradım, ancaq TikTok içində inkişaf etməkdənsə gəlib bizim ölkədə inkişaf edib. Kloka sıçıb səni poxla döyərəm. Dəqiq olsun. Kloka sıçıb mənə poxla döyərsən. Kloka sıçıb nətər poxla döyə bilərsən ki, kloka sıçmısan. Bilirsən ki, səni təhqir eləyirlər o yayında. Bu yayını yəni nəyə görə açırsan? Həqiqətən bəzilərinin təhqirdən xoşu gəlir. Dirəniblər ki, tıklayın. 100k, 10k olaq, nə bilim belə eləyəcəm. 50k olaq belə eləyəcəm. Buna görə də belələrinə dəstək olanlar çoxdur. Dəqiq olsun. Kloka sıçıb mənə poxla döyərsən. Kloka sıçıb nətər poxla döyə bilərsən ki, kloka sıçmısan. Dostumun sevdiği kız dostum. Oha. Dostuna bax bir dənə. Süpürgə deyə elə bir başında. Nəcəb dostuna yaxşılıq eləyib pul vermir ki, gedib saçını qırxdırsın. Elə bildim yıxılacaq qaqaş. Aha 3 vs 1. Qaqaş ikinci əlini də qoymaq istəyir. İmkan vermir o birisi. Vardı ya həqiqətən. Qəşəng. Məktəbə girən kimi məktəbi qutarırsan, o mini məktəb. Melik rayonunun Dico kəndinin məktəbidir. Sən Allah bunun içinə 10 dənə şagird yəni güclə sıxışar da bunun bəlkə də heç koridoru yoxdur. Yəni bir damcı külək olsa məktəb yəni yerli dibli yox olar. Baxaq görüm nə deyir də. İndi məktəbə oxşamasa da bu uzunluğu cəmi 5 metr, eni də bir 3 metr olan bu tikili belə bir çıxmasın. Cəmaət yəni evi heç bu boyda tikmir də. Dico məktəbidir. Nə yazır? Məktəbin özün bağçaya yazdırmaq lazımdır. Belə məktəb yəni heç çox ola bilməz də. Bu cür belə məktəb olur. Bu boyda məktəb olur sizcə. Tamaşaçılar, bu gördüyünüz tikili Lerik rayonunun Dico kəndinin məktəbidir. Səs trend olacaq. Baxaq görüm hansı səs, nə səsdir. Aha, miyavlayan qaqaş. Zərət ki 50% qalanda o səsi çıxarır. O 2025 Amerika, 2025 Azərbaycan. Deyirsən sevgilin qısqaçdı, hə sevgilim qısqaçdı. Nə oldu ki? Soruşmaq ayıb olmasın, qızdı yoxsa oğlan. Amerikadakı inkişafa baxır bir dənə. İşləmə də, ancaq yəni yıxıl yat. Dünyaya gəlmə yəni, özünü öldür. Yəni işləmirsənsə, yəni niyə yaşayırsan? Həyatda insanın yəni, nəsə məqsədi olmalıdır da. Bunu da robot elədirsə daha nə oldu? Son zəngi icarəyə verilir. Bir gün 50 manat, 2 gün 100 manat. Maşını heç belə icarəyə vermirlər. Bizdə var idi yəni belə bir eşək. Ömürlük 50 manata satmışdı. Yemin ediyorum aynı benim gibi bir adamsın ha. Aha adını dağlara yazdın. Göndər bunu dostuna. Təsəvvür elə bunu yazmısan da. Hər keçən yəni baxır əziz video. Aha Messi qaqaşlarla TikTokda canlaşdı. Oy Messi. Fərqi yoxdur. Ezan Sasun baba deyəsən zor. Oy Messi deyir əladır. Söhbəti düşübdür. Azərbaycanda evlərdə olan əşyalar. Baxaq bir. Oy aga be.
altından işıq tutanda qırmızı rəng olur, həm də fırlatmaq olur. Yəni vaxt keçirmək olur da o. Oydo, bu özü də tapazdan götürüblər. Hansı yeməklər mənimdir də alası. Həqiqətən əvvəllər həyat çox qəşəng idi. Bundan həqiqətən heç görməmişəm. Oydo, bu kloklar hələ indi də yaşayır. Dəbdən düşməyiblər elə ki. O nədir ki? Başı oxşar bir adama girib çıxar adama. Ayda, qaqaş fikrə dalıyır. Çok qəribə suallar deyil. Başı oxşar bir adama. Bir də deyəcəm. O nədir ki? Başı oxşar bir adama girib çıxar adama. Yaşardın deyə bilmədi. Yeməyi nə yeyirsiniz? Qaşıq. Deməli nədir? Bu sualı yəqin ki qız verir də oğlanlara. Səsindən bilinir. Bunun məqsədi nədir görəsən? Aha. Televizora bax nə bir. Qorxdum da ayda elə eləmə. Bu nə reklamdır? Görəsən bu dəqiq paltar reklamdır. Hə, paltar reklamı. Qəşəng paltardır, süper. Bu video yaxşı bəyənmə gəldiyini görə bildim ki, bu paltar reklamıdır. At məni, tut məni, nari kimi oynat məni, hey at məni, tut məni, nari kimi oynat məni. Qaşlara bax bir dənə, elə bir karandaşla çəkib. Mahnı da qəşəngdir, süper. Azərbaycanda ateistlik. Bir dəqiqə deyən hesab oyun. Sən ateistsən, hə? De Allah haqqı, Allah haqqı. Ateistlər yəni nə qədər and içsələr, onlar üçün günah sayılmır. Diqqət, diqqət. Məni Aha görüm xəbərlərdə nə deyirlər. kimi tezdən şor yeyib, qatıq pendir yeyib, qoyuna gedənlərin və işdən gələnlərin, balaca uşaqların nəzərinə günorta saat 2-dən sonra şokoladlı marojna yağacaq. Adama bir dənə balaca vedra götürün. Yalansının. Nə deyir? Ay Elma, mənim papağımın dindigin nöş kəsmirsə. Nöş gətirib verməyirsə. Elman, onu hərəkətdə eləmisən. Ayda, qarışdırmısan, nə papağı dimdiyi axı yerində. Temudan gələn molla. Bu videoya baxdığım üçün Allah mənə bağışla. Dağlarda gəzən oğlan İlyas ASMR. Ayda videoya baxdım, iştahım öldü həqiqətən. Fit salonuna bax hələ. Pay gəlib. Dur gəl qonağım ol. Neyini? Oy to. O qızı qurtardı ya. Su aparır deyə qızı. Yaxşı qurtardı. Baxa görüm necə qurtarıb yaxşı. Həqiqətən yaxşı qurtardı. Bəxti gətirib. Bilirəm makaronla su içib axır ki yığdım. Oy bitmək bilmir. Bir il ancaq dalbadal makaronla su içirsən, yığırsan da bu pulu özün üçün, gedib bir dənə evdən falan maşın. Helal lan sana, helal! 1 manat 100 manat edən dayı. Baxa görün 1 manatı necə 100 manat eləyəcək. Abi bu dayının nömrəsini hardan tapım mən? Məndə doldu 1 manat, verim hamısını 100 manat eləsin, şəllənim də özüm üçün. Ha burası mı köy sana? Ha burası mı köy sana? Bu hansısa bloger eləyirdi, hə İlkin Xəlil. Ha burası mı köy sana? Şama qızdırması hazırdır qaqaşın 100%. Ha burası mı köy sana?
Axırda çatdıra bilmədi o şey. Bir dənə video çəkim dedim, arxada nə baş verir? Baxaq görüm arxada nə baş verir, aha. İdman eləyirlər də, orada pis nəsə görmədim. Evdəkilərin yanında Oy da qardaş uşaqlarının yanında. Xumarit brat. Nəfər yazıb ki, Kotisin dua eləyir. Da bunun videosu mənim qabağıma çıxmalı idi da. Bunun videosu yəni Azərbaycan TikTok əfsanələrində yəni mütləq şəkildə olmalıdır. İnşallah. İyi ha. Ne tər uşaqlar? Birinci də keçəcəkdir. Koftasını dəyişdi desən koftasını. Hamı yazıb. Əla. Kofta nə deyə? Paltar, köynək. Dostlarım, bir videonun da sonuna gəldik. Ümid edirəm yaxşı bir video olmuşdur. Əgər yaxşı bir video olmuşdursa bir dənə like atın və belə videoların davamının gəlməsi üçün kanalımıza abunə olun. Sağ olun, sevilirsiniz.